Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum. Bugün Rusya Federasiyasının prezidenti Vladimir Putin ve İlham Əliyev Duşanbədə görüşüblər. Bilirsiniz ki, keçən il dekabrın 24-dən bu günə qədər Rusiya-Azərbaycan münasibətlərində süni əngəllər yaradılmışdı. Bu istiqamətdə demək olar ki, Rusiya-Azərbaycan soyuq müharibə şəraitindəydilər. Təqribən 10 ay müddətində Putinlə İlham Əliyevin ilk görüşüydü bu. Yayılan məlumatlarda, video görüntülərdə təqribən 9 dəqiqəlik bir deməli görüş baş tutub. Həmən görüşlə bağlı mən istəyirəm bir neçə faktı sizin diqqətinizə çatdırım. Yəni daha doğrusu mənim maraq dairəmə düşən faktlardan söhbət gedir. Əvvəlcə bunları deyim, sonra görüşlə bağlı ümumi fikrimi səsləndirəcəm. Deməli, Putin bu görüşdə bir neçə faktı dəqiqləşdirdi. Birinci, həmən Qroznyda Azərbaycan təyyarəsinin vurulması məsələsini aydınlıq gətirdi və bunu texniki və eyni zamanda texniki yanlışlıq kimi, anlaşılmazlıq kimi qələmə verdi. Yəni ilk gündə hansı mövqeyi var idisə Rusiyanın eyni mövqeyi təqdim etdi. Bu haldan sonra əgər Azərbaycan deməli mövqeyində hər hansı bir dəyişiklik olacaqsa, bu artıq bu 10 aylıq gərginliyin süni yaradılması anlamına gələcək. Yəni demək istəyirəm ki, Rusiyanın ilk mövqeyi ilə indiki mövqeyində hər hansı bir dəyişiklik yoxdur. Eyni mövqeyi səsləndirdi. Və Putin belə bir fikir səsləndirdi ki, Azərbaycan-Rusiya münasibətləri olduqca yüksək səviyyədədir. 2024-cü ildə Rusiya-Azərbaycan ticarət dövriyyəsi 6% artım olub və 2025-ci il bu il isə bu 16%-ə çatdırılıb. Yəni biz görürük ki, bu qədər gərginliyin görsənməsinə baxmayaraq Rusiya-Azərbaycan münasibətlərində daha doğrusu ticarət dövriyyəsi 16% artıb. Putinin bu açıqlamasından belə bir sual yaranır ki, əgər Azərbaycan-Rusiya gərginliyi həqiqət idisə, həqiqətən bu iki dövlət arasında ciddi münaqişə var idisə, deməli müəyyən gərginlik yaranmışdısa, ticarət dövriyyəsi niyə birdən-birə bu qədər sürətlə inkişaf edib? Yəni bu böyük bir rəqəmdir. 16% ticarət dövriyyəsi bu il də ilk, yəni 10 ayında, daha doğrusu bu ilin 25-ci ilin 10 ayında ticarət dövriyyəsi 16% artıb. İlham Əliyev isə bu deməli Putinin danışığı bu cür səsləndirdiyi fikirlərdən sonra nəinki ticarət dövriyyəsinin, hətta Rusiya-Azərbaycanın bütün sahələrdə əlaqələrinin inkişaf etdiyini, münasibətlərin daha da sıx deməli irəliləməsini etiraf etdi. Yəni qeyd elədi ki, bəli, həqiqətən yəni təsdiq elədi. Putinin dediklərini təsdiq eləməklə ümumilikdə bu məlumat təsdiqini tapır. Mənim diqqətimi çəkən başqa bir məqam, deməli, Putin təqribən bu görüşdə 9 dəqiqəlik bir videodur. Bu görüşdə təqribən Azərtaz onun Azərbaycan dili versiyasını paylaşıb. Mən o Azərbaycan dilinə tərcümə olunmuş versiyasından deyirəm bu məlumatı. Təqribən 41 deməli cümlə işlətdi. Nə qədər söz olur, sözüm mən saymadım, amma cümlə olaraq 41 cümlə işlədib, istifadə edib 41 cümlədən. 41 cümlənin sadəcə son deməli kəlməsi, son cümləsində İlham Əliyevə təşəkkür edib ki, mən sizə təşəkkür edirəm. İlham Əliyev isə cəmi 18 cümlə istifadə edib. 18 cümlənin 10 cümləsində İlham Əliyev Putinə sağ olun, minnətdaram, təşəkkür edirəm ifadəsi deməli işlədi. Baxın, indi görün, bunları İlham Əliyev Azərbaycan deməli bu vaxta qədər Rusiya əleyhinə səsləndirdiyi fikirlər və Azərbaycanda bəzi media orqanları deməli Rusiya haqqında səsləndirdiyi fikirlər və s. özə düşmən səviyyəsində olan olaraq səsləndirilən fikirlərdən söhbət edir.
Biz isə bu görüşdə gördük ki, Putin, İlham Əliyev 18 cümlə işlədib. 18 cümlədə ancaq Putinin dediklərini təsdiqi olub. Ancaq Putinin nə deyibsə onları təkrarlayıb, təsdiq eləyib və təşəkkür eləyib. 18 cümləni də 10 dəfə adam təşəkkür eləyir və 10 dəfə sağ olun deyir, minnətdaram, Rus xalqına bizim dostumuzdur, qardaşımızdır və s. və ilə axır ifadələrdən istifadə edir. Əslində qiyməti dinləyicilər özləri verəcəklər. Mən istəyirəm ki, ümumi görüntünü təqdim edeyim ki, baxın, bu İlham Əliyevin bugünkü görüşündə yanaşma, açıb, kəsən, doğrayan, belə, bostan belə danışan İlham Əliyev nədənsə Putinin qarşısında ancaq onun dediklərini təsdiq eləyir və eyni zamanda ona təşəkkürünü və minnətdarlığını bildirir. Diqqətimi çəkən məqamlardan da biri bütün televiziyaların, Azərbaycanın bütün deməli televiziyalarında, təbii ki, dövlət kanalları da belədir, həm də özəl kanallarda da bu 9 dəqiqəlik görüşün rus dilində birbaşa verilməsidir. Bu da əslində İlham Əliyev hakimiyyətinin deməli Rusiya ilə münasibətlərinin süni olaraq gərginləşdirilməsindən növbəti bir arqumentdir. Normalda rus dili əgər xarici dil hesab olunursa və Azərbaycan dövlət televiziyalarında bütün deməli bu cür görüşlər doğma Azərbaycan dilində verilməlidir, tərcümə ilə verilməlidir. Amma gördük ki, biz bütün kanallar, AzTV-si və digər adlarını çəkmirəm, digər kanallar hamısı ictimai də daxil olmaqla və digər özəl kanallar bu görüşü rus dilində təqdim etdilər. Əslində bu da bir İlham Əliyevin Putinə bir mesajı ola bilər ki, biz yəni danışmağımıza baxmayaraq biz yenə də sizin yanınızdayıq, sizin deməli nəzarətinizdən kənara çıxmaq iqtidarında deyilik, fikrində deyilik. Əziz əzizlər, bu görüş haqqında mənim dediklərim bunlardan ibarət idi. Biz indi gəlirik, görürük ki, bu görüşdən sonra Azərbaycan üçün nə dəyişiləcək sualı əgər aktual olarsa, əlbəttə ki, Azərbaycan üçün bu cür görüşlərin və bu cür süni gərginliyin heç bir aidiyyatı yoxdur. Sadəcə Azərbaycan xalqını biraz İlham Əliyevin ətrafında birləşdirmək üçün saxta bir düşmən obrazı yaradılır və Azərbaycan hakimiyyətinin şakəridir. Saxta bir düşmən obrazı yaradılır və hökumət başlayır o saxta düşmənin üzərinə getməyə və nəticədə Azərbaycan xalqı da prezidentin ətrafında İlham Əliyevin, yəni prezident deyəndə mən qəsbkar, zalim nəzərdə tuturam. Çünki İlham Əliyevi heç bir halda legitim prezident hesab etmirəm və insanları İlham Əliyevin ətrafında birləşdirməyə xidmət edir. Əsl Azərbaycan düşməni kimdir? Bu sualı əgər biz, böyük sualdır bu. Bu sualın ətrafında bir vargər etmiş olarıqsa, biz görərik ki, Azərbaycanın düşməni Rusiya deyil, Azərbaycanın düşməni Avropa deyil, Azərbaycanın düşməni İran deyil, Azərbaycanın düşməni heç Amerikada deyil, Azərbaycanın düşməni heç İngiltərədə deyil, Azərbaycanın yeganə düşməni varsa, o da Əliyev tayfa hakimiyyətidir. Baxın, Rusiya ilə Azərbaycan münasibətlərinin süni şəkildə gərginləşdirilməsi təbii ki, Azərbaycan sıravi vətəndaşlarına və Rusiyada yaşayan Azərbaycanlılara təsir etmədi deyə bilmərik. Əlbəttə ki, müəyyən təsirlər qoydu və Rusiyada yaşayan təqribən 3 milyona yaxın Azərbaycanlı yenə orada müxtəlif yerlərdə, əsasən də bazar sahəsində çalışıb ailələrinə çörək pulu göndərirdilər. Müəyyən onlar üçün müəyyən problem yarandı, hətta bəzilərinin deport məsələsi gündəmə gəldi, deport edildilər və s. Və yenə də qazanan kim oldu? Qazanan İlham Əliyev hakimiyyəti oldu. Əliyev, zalim Əliyev hakimiyyəti oldu ki, biraz daxildə öz deməli dayaqlarını möhkəmləndirdi, milli bir görünüş aldı və s. Amma yenə də əsas problemlər Rusiya-Azərbaycan münasibətlərində əsas prioritet nədirsə, o prioritetlər hamısı qorundu və dediyim kimi belə Putinin öz dilindən yüksək səviyyədə ticari dövriyyədə yüksələn xətt üzrə inkişaf eləyir. Bəli, Azərbaycanın əsas düşməni, Azərbaycan xalqının dövlətinin əsas düşməni İlham Əliyevdir. Bunu xalq bir mənalı bilməli idi. Çünki nə Rusiya, nə digər ölkələr Tərtər hadisəsini yaratmayıb. Nə Rusiya, nə digər ölkələr bugün 5000-dən çox
dindarı, deməli, ruhanini, ilahiyyatçını, saf insanları, ən azı günahsız insanları böhtanlayaraq, şərləyib, həbsxanaya soxmayıb. Bugün nə Rusiya, nə digər ölkələr Azərbaycan xalqının deməli, qışın günündə susuz, işıqsız, qazsız qoymur. Baxın, kəndlərin çoxunda qaz problemləri var. Ümumiyyətlə, yerli-dibli qaz çəkilməyib. Su problemləri var, işıq problemləri var. İnsanlar soyuqdan donur. Qış qapıda, qış artıq demək olar ki, başlayıb. Amma insanlar hələ rayonlarda, kəndlərdə evlərini necə qızdıracaqlar, onu dərdi ilə yaşayırlar. Sonra balalarına nə yedizdirəcəklər, onun dərdi ilə yaşayırlar. Balalarına nə geyindirəcəklər, onun dərdi ilə yaşayırlar. İlham Əliyev isə yəni bir qrup, bir ovuc deməli insanla öz kefində, öz deməli ləzzətində, öz deməli dünyanın kef ləzzətini, damağını yaşayır. Amma Azərbaycan xalqı, Azərbaycan cəmiyyətini lazım olanda Rusiya ilə düşmən mövqeyində göstərirlər ki, xalq da, əhali də bəs Rus bizim düşmənimizdir, əsl problemlər, öz əsas düşmən qalır qərarda, bunlar gedirlər Rusun üstünə. Lazım olanda bir müddətdən sonra İranı eyni səviyyədə göstərirlər. Siz baxın, görürsünüz, bunlar eyni qaydada göstərmir. Hansı dövrlərdə ki, İran düşmən göstərilir, onda Türkiyə ilə Rusiya dost göstərilir. İran deməli dost göstəriləndə Rusiya düşmən göstərilir. Hakimiyyət sanki topu oradan ora atmaqla Azərbaycan xalqının başını qarışdırır. Əzizlər, əziz Azərbaycanlılar, bir mənalı bilməliyik ki, biz Azərbaycan xalqının düşməni, bir nömrəli düşməni İlham Əliyev və onun hakimiyyətidir. Bir nömrəli düşməni bizim öz cəhalətimiz, öz aldanmağa meyilli olmağımızdır. Biz özümüz də aldanırıq. İlham Əliyev nə qədər cinayət törədir, İlham Əliyev nə qədər deməli xalqı aldadır, xalqın evini yıxır, xalqın balasını öldürür, xalqın balasını acından ac saxlayır. Çıxıb bir dəfə filan ölkə bizim düşmənimizdir deməklə hər şeyi unuduruq və sanki İlhamın ətrafında birləşdiririk. Amma heç bir halda İlhamın ətrafında birləşmək olmaz. İlham Əliyev və onun komandası bir mənalı olaraq Azərbaycan xalqının düşmənidir. Dediyim kimi, bu məsələlərdə hamısı İlham Əliyevin hakimiyyətinin mövcudluğunu qorumaq üçün atılan deməli oyunlardır, həyata keçirilən bir layihələrdir. Mən inşallah ümid eləyirəm ki, Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti bu cür hadisələrdən dərs çıxardacaq və İlham Əliyev hakimiyyətini bir nömrəli olaraq özünə düşmən hesab edərək bu hakimiyyətdən qurtulmağa çalışacaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.